Salam dostlar, xoş gördük hər birinizi. Bu gecə Peyğəmbərimizin Peyğəmbərliyə seçilən gecəsi daxil olur, Məbəs gecəsi və sabah Məbəs günüdür. Bu münasibətlə hər birinizi təbrik edirəm, bütün İslam dünyasını təbrik edirəm. Allah müsəlmanları Peyğəmbərimizi xatir həmişə bir-biri ilə mehriban etsin. Allah müsəlmanları birgə qərar versin, müsəlmanları dünyada qalib eləsin. Allah Peyğəmbəri göndərdi ki, Peyğəmbər insanların azalmaq üzrə olan, bəşəriyyətin azalmaq üzrə olan, yoxsulluq təhlükəsi ilə qarşı-qarşıya qalan əxlaqi dəyərlərini yenidən kamilləşdirsin. Ona görə Peyğəmbər buyurur ki, İnni bu'istu li utammimə məkariməl əxlaq. Mən əxlaqi dəyərləri tamamlamaqdan ötürü Peyğəmbər seçilmişəm. Quran-ı Kərim belə təqdim edir. Buyurur ki, Allah sizin aranızdan bir Peyğəmbər seçdi. O Peyğəmbər ona görə seçildi ki, Huvəl-ləzi bə'sə fil-ummiyinə rəsulən minhum. Avam insanların arasından Allah bir Peyğəmbər seçdi. Yətülü aleyhim əyəti. İnsanları ilkin mərhələdə məlumatlandırsın, ilahi nişanları, ilahi xatirələri yenidən insanlara xatırlasın, insanların yadına salsın. Ona görə Quran-ı Kərim buyurur ki, Peyğəmbərə müraciət edəndə buyurur ki, fəzəkkir fəəntə muzakkir. Peyğəmbər sən xatırlat ki, sən xatırlatmaqdan ötürü gəlmirsən. Ona görə Peyğəmbəri seçdi ki, Allah insanları ilahi ayinləri xatırlasın. İnsanlığın həqiqi simasını Peyğəmbər insanlara ötürsün və yüzəkkihim və bu yolla onların ürəklərini paklasın, onların qəlblərini paklasın və yuallimuhumul kitabə vəl hikmə və insanları elmlə, hikmətlə yaşamağa doğru istiqamət versin. Əks halda bu olmasaydı, Quran buyurur ki, insanlar bəşəriyyət zəlalətin içində olarlar, insanlar yollarını azardılar. Və buyurur Allah Peyğəmbərin haqqında ki, Peyğəmbər bu cəmiyyətə o qədər can yandırandır ki, az qalırdı Peyğəmbər bu cəmiyyət üçün, bəşəriyyət üçün özünü öldürsün. Ona görə də bütün çətinlikləri Peyğəmbər sinəsinə alaraq, bütün çətinliklərin qarşısında özünü qalxan edərək bəşəriyyətə son dərəcə xilas olmaq yolunu göstərdi. Təkcə dini ritualları həyata keçirmək üçün, öyrətmək üçün gəlmir Peyğəmbər, həm də gəlir insanların daxili keyfiyyətlərini gözəlləşdirsin. İnsanlara verilən ömür payını necə yaşamaq lazımdırsa, insanlar necə yaşamalıdırlarsa və necə gözəl yaşamalıdırlarsa, bu gözəlliyi insanlara aşılasın. İnsanlara öz yaşayışı ilə izah eləsin ki, həyatda yaşadığınız sıxıntılar, çətinliklər hamısı təbiidir və bu çətinliklərin qarşısında siz maksimum dərəcə güc göstərərək bu çətinlikləri aşa bilərsiniz. Çətinlikləri aşaraq xoşbəxt həyata sahib ola bilərsiniz. Və bu xoşbəxt həyatın nəticəsində əbədi xoşbəxtlik əldə edəsiniz. İnsan ömrü o qədər dəyərlidir ki, o qədər qiymətlidir ki, ona görə Allah ən dəyərli yaratdığını bəşəriyyət üçün göndərir ki, bu dəyərli ömrü insanlara dəyərli yaşamaqda kömək eləsin. Peyğəmbər təkcə Allahdan danışmırdı, Peyğəmbər təkcə dindən danışmırdı, həm də Peyğəmbər ilahi fəzanı insanlara dattırmaq üçün gəlmişdi, tövhidi dattırmaq üçün gəlmişdi. Həqiqi insanlıq necə irəli getməlidirsə, o insanlıq yolunda Peyğəmbər olduqca böyük zəhmətlər çəkdi. Bu zəhmətlərin qarşılığında hər nə əziyyətlər gördüsə, hər nə haqsızlıqlar gördüsə, onların hamısına dözdü. Bəşəriyyət üçün bəla istəmədi ki, çünki onun missiyası təkcə Allahdan danışmaq deyildi, həm də əsas olaraq bəşəriyyəti xoşbəxt etməkdir. Öz çətinliklərinə razı oldu və bəşəriyyətin xoşbəxtliyi meyarını bu həyatda qura bildi. Allahdan istəyirəm ki, Allah bizi Peyğəmbərimizin ayrı salmasın, bütün müsəlmanları Peyğəmbərin məhəbbəti, Peyğəmbərin nübüvvəti ətrafında cəm qərar versin və bütün müsəlmanları dünyada qalib eləsin. Allahdan istəyirəm ki, Peyğəmbərin balası İmam Zamanın zuhuru ilə birgə Peyğəmbərin Məbəs gününü qeyd etməyə hər birimizə nəsib eləsin. Bayramımız mübarək olsun. Bir daha hər birinizi təbrik edirəm.
Sabahki günün orucu var. Hər kəs istəsə xüsusi olaraq tapşırılan orucdur. Sabahları, yəni məbəs günü. Bu axşam məbəs gecəsi daxil olur, xüsusi əməlləri var. Sabah da məbəs günüdür. Sabah oruc tutmaq olduqca önəmlidir. Hər kəsin gücü çatsa, sabahki günün orucunu tuta bilər. Allah bayramımızı mübarək eləsin. Bir daha hər birinizi təbrik edirəm. Allahümme salli ala Muhammedin ve ale Muhammed. Bismillahirrahmanirrahim. Esselamu aleyk ya Resulallah. Merhaba Resulallah, merhaba Resulallah. Ey Medine'nin tacı, Can Ağa Resulallah. Merhaba Resulallah, merhaba Resulallah. Ey Medine'nin tacı, Can Ağa Resulallah. Padişah-ı hilqət sən, xatəm-i risalət sən, Zat-ı Haqqa ayət sən, mənbə-i kəramət sən. Mərhəba Resulallah, mərhəba Resulallah. Ey Mədinənin tacı, Can Ağa Resulallah. Ey gözəl Həbibəllah, axırın Nəbiyyəllah, zikr olub gözəl adın dildə ya Resulallah. Mərhaba Resulallah, mərhaba Resulallah. Ey Mədinənin tacı, Can Ağa Resulallah, Can Ağa Resulallah. Sənə aşiq olub könlüm binadən ya Resulallah. Ölüncə dönmərəm sidqu vəfadən ya Resulallah. Səmimi aşiqəm fəxrim, vüqarımdır sənin eşqin. Uzaqdır bu sevən könlüm riyadən ya Resulallah. Nə xoşbəxtəm ki dünyada sənin tək rəhbərim vardı. Neçin qorxum qiyamətdə cəzadən ya Resulallah. Dönərsəm səndən ey İstəyli sultanım, üzüm dönsün. Qırılsın rişdeyi, üzülsün rişdeyi canım cəfadən ya Resulallah. İlahi bir ziya vermiş sənə öz zat-ı pakından, cahan nura boyanmış o ziyadən ya Resulallah. Belakeş ümmetin için iltimas et dergâhi hakda. Xilas olsun Müslümanlar beladan ya Resulallah. Mübarekdir nübüvvetin ya Muhammed. Mübarektir nübüvvetin ya Muhammed.
bütleri bugün sındıran gelib, bayrağın cahanda vuran gelib, bütleri bugün sındıran gelib, bayrağın cahanda vuran gelib, salan ədu qəlbinə vəlvələ, düşüb gözəl adı dildən dilə, mübarəkdir nübüvvətin ya Muhammed. Mübarəkdir nübüvvətin ya Muhammed. Sen bugün yetişdin nübüvvətə, rəhbər olmusan külli xilqətə, salar əduni bu şah zillətə, deyər yəqin dərsidir millətə, salar əduni bu şah zillətə, deyər yəqin dərsidir millətə, mübarəkdir nübüvvətin ya Muhammed. Mübarəkdir nübüvvətin ya Muhammed. Ya Muhammed, ya Muhammed. Biz aşıqik cemal dilara Muhammed'e, ümmet ümidi seyyid-i bedha Muhammed'e, fəxr eyləri gələndə adı hər azanıdə, xulqi əzim səbridə dərya Muhammed'e, aləm hamı əlini bilər, şah-el afətə, amma əli deyər, özü Mövla Muhammed'e, Muhammed'e. Bayramımız mübarək olsun. Bu gözəl Məbəs bayramı münasibəti ilə hər birinizi təbrik eləyirəm. Allah bizi Peyğəmbər və ali Peyğəmbərdən ayrı salmasın inşallah.